Biz bugün sizlərlə kompüter şəbəkələri dərsindən belə bir məsələyə baxacağıq. İlk öncə şərtlə tanış olaq. Cədvəldə sorğular və bu sorğuların nəticəsində axtarış serverinin internetdə tapdığı səhifələrin sayı göstərilib. Azərbaycan and Respublika sorğusu nəticəsində tapılacaq səhifələrin sayını müəyyən edin. İlk öncə biz şərt olaraq Azərbaycan, Bakı və Respublikanı A, B, C ilə işarə edək. Çünki yazacağım düsturda A, B və C-dən istifadə edəcəyim. Və baxırıq ki, burada ilk öncə biz nəyə baxmalıyıq? Azərbaycan and Respublika kəsişməsinin yəni nəticəsini istəyirsə, biz digər kəsişmələrdə baxmalıyıq. Baxırıq ki, burada Bakı and Respublika verilib, amma burada Azərbaycan and Bakı yoxdur. Məhz ilk öncə biz Azərbaycan and Bakını tapmalıyıq. Bunun üçün də kəsişmə ilk öncə onu deyim ki, kəsişmə and-dən işarə olunur. Birləşmə isə or ilə işarə edilir. Deməli, Azərbaycan and Bakını tapmaq üçün A kəsişmə B bərabərdir A plus B çıxılsın A kəsişmə B. Deməli, A və B-nin birləşməsi varmı? Baxırıq ki, A ilə B-nin, Azərbaycan və Bakının birləşməsi bəli var. Sorğu, yəni səhifə sayı 110-dur və A, B-nin səhifə sayı da 50 plus 80-dir. Və çıxılsın x biz çünki A ilə B-nin kəsişməsini bilmirik. Deməli, 110-dan çıxacaq 130-u bərabərdir mənfi x. Burada alırıq mənfi 20. Mənfilər getdiyi üçün x bərabərdir 20 tapmış oluruq. Deməli, Azərbaycanla Bakının kəsişməsi 20-dir. İndi keçək biz nəyə? Azərbaycan and Respublikanın sorğu nəticəsini tapaq. Bunun üçün də belə bir düstur yaza bilərik. A birləşmə B birləşmə C bərabərdir. A plus B plus C çıxılsın A kəsişmə B plus A kəsişmə C plus B kəsişmə C. Və üzərində gəlirik hər üçünün kəsişməsini A, B və C-nin. Deməli, burada hər üçünün oru varmı? Baxırıq ki, Azərbaycan or, Bakı or, Respublika burada 165-dir, yəni səhifə sayı. A, B, C-ni qoyuruq yerinə 50 plus 80 plus 100 və çıxılsın mötərizə daxilində baxdığımız zaman bizdə burada kəsişmələri istəyir. Deməli, Azərbaycanla Bakının kəsişməsi nədir? Azərbaycanla Bakı tapdıq 20, olur mənfi 20 və biz mənfini mötərizə daxilinə vurduğumuzda müsbətlər mənfiyə çevrilir. Daha sonra çıxılsın Azərbaycanla Respublikanın kəsişməsi. Biz bunu bilmədiyimiz üçün x, yəni işarə edirik və daha sonra Bakı ilə Respublikanın işarəsi, bu da daha doğrusu Respublikanın kəsişməsi, bu da edir nə? 30. Və plusda hər üçün kəsişməsi burada nə verilir? 5 verilir. Deməli, 165 bərabərdir tənliyi həll etdiyimiz zaman. Burada nə tapırıq üçündən? 230. 230-dan çıxacaq mənfi 30-u. Daha doğrusu 30'u çıxdığımız zaman 200, 200'dən çıxacaq 20'ni 180 və 180 üzərində 5 gəldiyimiz zaman edir 185 və çıxılsın x. Tənliyi həll etdiyimiz zaman burada tapırıq nə? Mənfi 20 bərabərdir mənfi x və mənfilər də getdiyi üçün cavab x bərabərdir 20 tapmış oluruq. Deməli, burada doğru variant E variantıdır.